Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugün bilirsiniz ki, magistratura üzrə artıq qəbul imtahanı birinci cəhdi keçirilmişdi. Mən Şəbnəm Şirinova, sizinlə bugün həmin suallar üzərindən izahlara baxacağıq. Birinci, deyir təhlükəsizlik divarının firewallın əsas funksiyası nədir? Biz təhlükəsizlik mövzusu bir artıq yeni düşmüş mövzulardandır. Bu il ilk dəfə təhlükəsizliklə bağlı sual görürük. Firewall da qeyd olunmuşdur, şəbəkənin potensial təhdidlərdən qorunması üçün idi. Bu düzgün cavabdır. 22-də deyir ki, sistem proqram təminatına aid olur. Bu da konkret nəzəriyyədə proqram təminatına artıq dəfələrlə düşmüş sual tiplərindəndir. Verilən basit idarəetmə sistemi bu aid deyil, tətbiqdədir. Əməliyyat örtüşləri sistemdədir. Sistem proqram təminatı ümumiyyətlə 1-2 hissədən ibarətdir. Baza və servis. Burada ümumi soruşur bizdən hər ikisinə aid olanlar. Komitetin iş qabiliyyəti bu servis hissəsindədir. Bunu da götürürük. Avtomatlaşdırılmış layihələndirmə sistemləri xeyir, bu tətbiqdədir. Ekspert sistemləri, bu da tətbiqdədir. Bunda çıxılıq. Arxivləşdirmə sistemi proqramlarımızsa bunlar da eyni qayda sistemə aiddir. Cavab olacaq deməli 2, 3, 6 düz yazılıbdır. 23-də nə deyir bizə? 23-də deyir ki, File Explorer proqram pəncərəsinin sağ sahəsindəki obyektləri süzgə izləmə, filtrləmə tətbiq edilməsinin hansı görünüş rejimindən istifadə olunur? Biz bilirik ki, əgər filtr sözü varsa, söhbət gedir bizdə details rejimindən. Çünki biz details rejimində filtr tətbiq edə bilirdik. Cavab oldu D. Gəldi 24-də. 24-də isə alqoritm icrası nəticəsində n deyir 8 qiyməti çap olunarsa, n-in ilkin qiymətini müəyyən edir. Bu tipdə suallar əslində abituriyentlərə daha çox düşür. Amma sizə də başlanğıc olaraq sadə versiyada salınıbdır. Deyir ki, n-in son qiyməti 8-dir. N-imiz son olaraq burada 8 çap olunubdur. İndi gəlirəm, baxıram. Görürüm ki, A bərabərdir A plus 3. Bu məndə baxın, dövrü təkrarlatmaq üçün istifadə olunan hissədir. A-mız 3 dəfə artır hər dəfə. A-nın başlanğıcı 2-dir. Bu hissədə qeyd olunubdur. Və bu hissədə şərtdə deyir ki, A-mız 45-dən kiçik olmalıdır. Yəni, bu hissə dövrün getməsi üçün. Dövrdən çıxmaq üçün bəs bizə nə lazımdır? Yəni, minimum burada 45 yazılarsa, 45 45-dən kiçikdirmi? Yox. O zaman yox qoluna gəlib 8 qiymətini çap edə bilirik. Minimum 45 olmalıdır deməli. Amma burada baxın 2-dən başlayıraq və 3 artır da bu. 2-dən başlayırsa başlanğıc qiyməti çıxsam burada 45-dən çıxıram 2-ni. Bu mənə verir 43. Bunu bura 43 kimi yazdıq. İndi baxıram. Dövrlər hər dəfə 3 artmır da. Görək bu neçə dəfə gedibdir belə. 43-ü bölürəm 3-ə. Bu məndə neçə eləyir? 1, 13-ün də içində 4 dəfə, yəni 14 tam neçə? Demək ki, dövr 15 dəfə təkrarlanır. Dövr 15 dəfə təkrarlanırsa, yəni bunu bura səliqəli şəkildə yazaq. Dövrümüz 15 dəfə təkrarlanıbdırsa, demək hər dəfə nə olubdur? Baxın, 15-in vursam mən 8-ə, burada baxın n8 8 artır da, artım qiymətinə vururam. Bu eləyir məndə 120 və n-in də son qiyməti artıq baxın, burada 8 olubdur deyə, üstə də bir 8 gəlsək, olacaq n-imizin qiyməti 128. Bunu siz yoxlaya da bilərsiniz. Məsələn, baxın, burada yazılıb yoxlanıbdır, bu şəkildə gedibdir. Variantlar üzərindən işləyə bilərsiniz. Bu, əgər riyazi yolu bilmirsinizsə, yenə də eyni cavaba gəlib çıxacaqsınız. Sonra 25-də deyir ki, bunu uşaqlar qəbuldan qabaq təkrarlamışlar. Bizdə deyir, iyerarxik menyu sistemi ilə mətn fayllarının axtarışı. Əgər biz deyirik ki, faylların axtarışına söhbət gedirsə, burada olacaq Gopher. Yəni, birdə oldu C. Telekonferans və xəbərlər bloku xidməti, bu bizdə olacaq. Demək, telekonferansiya sözünü görürüksə, söhbət edir Usenet-dən, A variantı düz yazılıb. Bir də uzaq məsafədə yerləşən terminalların emulyasiyası. Emulyasiya sözünə görə də götürülür burada Telnet. Burada düz yazılıb. 1C, 2A, 3D. Baxaq görək, doğru yazılıb mı variant? 1C, 2A, 3D. Düzdür, C variantı. 26-da doğru mülahisələri müəyyən edindir. Baxaq, KMOS-dur, RAM-dır, cache yaddaşdır və video yaddaşdır. Bunlar daxili yaddaşlardır. Düzdür, hər biri bizdə daxili yaddaşdır. Biri götürürük. Əməli yaddaşda aktiv proqrama verilənlər müvəqqəti saxlanır. Düzdür, RAM deyirdik ki, müvəqqəti yaddaşdır. Bu da düzdür. Səs kartı informasiya daşıyıcısıdır. Xeyr, səs kartı sadəcə kompüterin daxilində olduğu zaman aktivdir və informasiya o zaman ötürməklə məşğuldur və yaxud da qəbulla. Bunu biz daşıyıcı kimi götürmürük. Stream bir məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurusudur. Düzdür.
streamer nə idi? Deyirdi, köhnə toy kasetləri var da, bax həmin o qurğu. Matrisli printer informasiya istilik vasitəsində xeyr, bu bizdə termiki printerlər idi. Matrisli də isə deyirdi, iynə ilə çap. Skanerin seyrəklik qabiliyyəti bir düymə üçün xətlərin sayı xeyr, nöqtələrin sayı burada DPI-dır. Qeyd edib də elə özdə. Doğru mülasizələr istədiyinə görə 1, 2, 4 D variantı. Ayala. Gəldi 27-də. 27-də deyir, hansısa məlumatların köməyi ilə bütün sənəd seçilir. Deyir, sənədin sol kənarındakı boş sayda mouse'un sol düyməsini 3 qat klikləməklə, bəli, bu mütləq ki, deyirdi, bir dəfə klikləyəndə sətr seçdirdi, 2 dəfə abzas, 3 dəfə də bütün mətn. Klaviaturada Ctrl-A düyməsini sıxmaqla düzdür. Bütün mətni seçir, Ctrl-A, Select All əmridir. Hətta yerini də gəlin göstərək. Baxın, bu hissədə Select All əmrimiz yerləşirdi. Sonra sənəd daxilindədir, ixtiyari yerdə mouse'un sol düyməsini 4 dəfə klikləməklə xeyr. Klaviaturada F8-i 2 dəfə klikləmək bu zaman söz seçilir. Kursoru sənədin sonunda yerləşdirib klaviaturadan Shift Ctrl Home. Sənədin sonunda olduğuna görə kursor, məsələn, deyək ki, buradadır da. Buradan mən üzü yuxarı gedəndə artıq bütün mətni seçə bilərəm. Ona görə 5-i də götürürəm. Və 6-da da deyir, klaviaturada Ctrl düyməsini basaqlı sənəd daxilində ixtiyari bir yerdə mouse'un sol düyməsini klikləmək xeyr, bu da deyil. Və klaviaturada F8 düyməsini 5 dəfə ardıcıl sıxmaqla, bəli, F8-i 5 dəfə klikləyən deyir, bütün mətn. Heç nəyi bilməsəz belə 2 ilə 7-ni 100% artıq nəzərdən əzbəlirsiniz. 2 ilə 7-ni dolduğu variant bir dənə E variantı olur onsuz. Bu da doğrudur. 28-də deyir ki, verilənlərin tipi deyil. Baxın, söhbət Access-dən gedir. Gəlirik Access proqramında. Deyirdik ki, burada bizdə currency var idi. Sonra calculated var idi, number var idi, short text var idi. Amma bizdə accounting adlı bir verilən növü yox idi. Bu bizdə Excel-də idi. Cavab olmalıydı B variantı. Excel-lə bunu qarışdırır uşaqlar. Hər dəfə də soruşurduq. Baxın, Excel-də gəlirdik bu hissədə həm currency, həm accounting var idi. Amma Access-in verilən tipində isə, gəlin burada fikir versəz, Access-in verilən tipində isə yalnızca currency var. Accounting yoxdur. Sonra keçdik ardınca o birisi digər sualımıza. Digər sualımızsa bizdə olacaq say sistemi ilə bağlı, hansı ki asan formada salınıbdır. Burada sadəcə hamısını bir dənə 16 say sisteminə çevirməyimizi istəyir bizdən. Deyir ki, 195 onluq ədədini çevirin deyir 16 say sisteminə. Biz də 1-2 onluq say sistemindən keçəndə digər say sisteminə əsasa bölməliyik. Ona görə 195-i 16-ya bölsəm, 19-un içində 16 bir dəfə, 16 çıxanda qalır burada 35, 35-in içində 16 düşəcək 2 dəfə, 32 çıxdım, bu da oldu məndə demək, qalığım 3. 12-nin məndə qarşılığı C-dir, bu da 3, C3, bu hansı variantdadır baxaq, C3 A-dır, demək 1-ə gedəcək A, 1-ə A-dırsa Y getdi, bir də D getdi. Sonra baxdıq digərinə, 375 deyir. 375 üçün də təmizləyim. 375 üçün də onu bir də 16-ğa bölək. Görə burada nə alınacaq? 375-i də mən 16-ya böləndə 37-nin içində 16 düşəcək məndə demək 2 dəfə. Bu elədir 32. Sonra qaldı burada 55-in içində 3 dəfə 16 48. Qalıq oldu 7. Sonu onsuz 7 ilə bitən, baxın 2 dənə variant var, baxaq görək hansı olacaq. 23-ün də içində 16 bir dəfə, 16 da çıxanda demək 7. 1, 7, 7, bu da B variantında. Ona görə burada B olacaq deməli. 2-yə də B desə, demək C də getdi. Qaldıq 2 variant arasında. Sonunuzda 442-də isə 442-ni də böləndə 16-lığa demək 2 dəfə yenə olacaq 32, 44 çıx 32 olacaq 12, yanına da 2 gəldi 122-nin də içərisində demək 8 dəfə götürə bilirikmi? 8 yox 7 dəfə 7 dəfə götürsəm eləyəcək necə? 42, 4 yadda deyir, 11. Qalıq qaldı burada 10. 27-nin də içərisində 16. Bir dəfə düşür. Bir dəfə 16 da çıxanda, demək qalacaq burada bizdə 11. Bunların da qarşılıqları var da, deyirik ki,
11 bizdə B-dir, 10 A-dır və 1B A şəklində olmuş olacaq. 1B A-da olan Y variantı demək, üçüncüyə də olmalıdır. Y variantı bu da A-dadır. Düzgün yazılıbdır. Keçdik, demək, bu hissədə bitdi suallar. Gələk indi digər ikinci hissədə. İkinci hissədə isə deyir ki, Ribbon interfeysi təqdimatın hansı görünüş rejimində əks olunmur. Gəlin bu görünüş rejimlərinə baxaq. Məsələn, PowerPoint-ə keçsəm, görünüş rejimləri view tabındadır deyirik. Normalda baxın, tablar görsənir də. Outline-da biz yenə də tablar görmüş olacağıq. Sonra slide sorter-də yenə tablar görsənir. Note space-də yenə tablar görsənir. Amma reading view eləsəm mən bunu. Reading view-da artıq baxın, heç bir tab görsənməyəcək. Ona görə cavabımız olmuş olur. Demək, reading view. Demək, burada oldu A variantı. Düzgün yazıbdır. 31-də deyir, mətn prosesinə sənədə yerləşdirən sərli lövhənin səhifədəki mövqeyi hansı lent tabı və lent qrupundan təyin olunur? Burada header footer yerləşdirmək istəyiriksə, ilk olaraq bilir ki, bu insert-dədir. Onun üstünə düzəliş eləmək üçünsə həm layout tabında, həm file tabında, həm də deyirdik ki, insert-ün elə özündə əlavə eləyəndə düzəliş eləmək olar. Burada da gəlin baxaq görək. Deyir ki, mövqeyini hansı lent tabı və lent qrupu. Yazıb Home-da Styles, bu aid deyil bizə. Layout-da Arrange hissəsindən, bu nizamlamaq, bu da aid deyil. Bu deyildi, figurlar üzərində işləmək üçündür. Insert-də Page Lent qrupundan xeyr, səhifələrlə burada işimiz yoxdur. Layout-da deyir Page Setup. Layout-da Page Setup eləyə bilirəm, amma məndən deyir ki, səhifədəki mövqeyi və lent mövqeyi deyir. Burada biz layout-dan düzəliş eləyə bilirdik. Nəyə düzəliş eləyirik? Baxın, bir daha bu hissəyə keçid eləyək. Demək, burada baxın, headers and footers hissəsinə different odd and even cüt və təşlərdə fərqləndirmək, bir də birinci səhifədə fərqləndirmək və məsafələr. Bunlara düzəliş eləyə bilirik. Amma bizə deyir ki, onun mövqeyi. Mövqeyi isə elə ona əlavə elədiyimiz hissədə düzəldilmiş olacaq da. Ona görə cavabımız olacaq burada bizdə. Demək, oldu Y variantı insert-də header footer. Bu da baxın, gələk burada insert-də header footer-a. Həm istəsəm yuxarı hissəni, həm istəsəm aşağı hissəni əlavə edə bilirəm. Və əlavə eləyəndə də bunların içərisində baxın, mövqeləri var da, istədiyim cür yerləşdirə bilirəm. Sonra keçdik 32-də. 32-də bizə deyir ki, uyğunluğu müəyyən edin. Çox asan bir şəkildə salınmış sualda əslində. Əvvəldən də deyirdim ki, bunu əzbərləyin birinci kateqoriyalarını. Tekstlə bağlı olan funksiyaları soruşur. Text funksiyaları bizdə deyirdi ki, len, left, right. 3 dənə funksiya idi. Ona görə 1-ə C. 1-ə C-dirsə B variantı getdi. Desən adı da Y yazıb, bu da getdi. Sonra gəldik burada logical, məntiqi deyir. Məntiqdə deyirdik ki, if-di, and-di, or-du, bu tiplilərdir. Ona görə olacaq demək 2-yə Y, 1-ə C, 2-yə Y. Sonra gəldik 3-cü statistik funksiyalar. Statistiklər deyirdik ki, count, counta, countif, average, maksimum, minimum bunlar idi. Ona görə burada A getdi. 1C, 2Y, 3A. Cavab oldu Y variantı. Bu da düzgündür. TCP protokolun əsas funksiyası nədən ibarətdir? Burada baxın, qeyd olunub, bunu niyə qarışdırırsınız bilmirəm. İnformasiya paketlərini düzgün ünvanlaşdırma bu IP-dir, marşrutizator deyildik. Amma TCP-nin əsas funksiyası isə informasiyanın paketə bölünməsi və son məntəqədə ona düzgün yığılması idi. Cavab olacaq B variantı. İnternetdə host kompüterin domen adı verilənlər bazasının hansı modelinə uyğundur? Domen adı burada bizdə baxın, uyğun olacaq regresiya modelinin, iyerarxik modelə. Niyə iyerarxik modelə? Çünki ardıcıllıq şəklində gedir axı. Məsələn, qovluqlara keçirik, fayllara keçirik, hər hansısa bir ardıcıllıqla yazırıq da. Ona görə burada iyerarxik formada gedir. Sonra göstərilir hansı lent tabının hansı düyməsinə aiddir. Hansı lent tab? Baxın, görürsünüz ki, burada işarələnmənin bir siyahının bir formasını veribdir. Siyahlar da burada baxın, görürsünüz işarələrləndir də. Bunlar da bizdə Home-da yerləşirdi və işarələnmiş formada. İşarəsi də baxın, görürsünüz, alt-alta yazılmış, yığılmış kvadratlardan ibarətdir. O da olacaq bizdə B variantında. Sonra keçdik digər sualımıza. Burada işarələnmiş olan bu çox səviyyəlidir. Yanlış yazılıb bu sual. Gəldik 36-ya Excel sualı. Belə bir sual gözləyirdik. Diaqram çünki düşür artıq son illərdə.
AA8, AA9 xanalar ilk dəfə demək olar ki, bu formada görürük. 2 dənə xana yanaşı vəziyyətdə. Bu sizə çaşdırmasın. Deyirdi axı xanalarımız XFD-yə qədərdir. Yəni 3 dənə sütun belə yanaşı görsənə bilirdi. Burada indi baxıram ki, AA8 hansı xanadır məndə? Burada 18-dir. 18. Sonra AA9. AA9. Bu da 12-dir. 18 ilə 12-ni toplayır. Alınan cavabı da bölür 3-ə. Bu da deyir məndə 30. 30-u da 3-ə bölsəm, eləyəcək 10. Bu düz yazılıbdır bura. Sonra AA8 böyükdürmü AC7-dən? AA8-də 18-dir bunun yerində. AC7-də isə AC7. Bu da 10-dur. Yox, AC7-də 10 tapdıq da. 18 ondan böyükdürmü? Hə, əgər böyükdürsə, deyirdik ki, bu zaman nəyə baxmaq lazım idi? Birinci hissəyə baxırdıq. Baxın, bu nöqtə virgülə qədər olan hissə 12 götürürük deməli. Bunun da cavabı düzgün yazılıb. Bura oldu demək 12, burada oldu 10. Sonra düşünürəm aşağı power. AB8 çıx AA8. AB8 bu məndə 20-dir. 20-dən çıxıram nəyi? AA8. AA8-im də 18-dir. Bunu da çıxdım. Bu elədi məndə 2 və 3. Power 1-dir ki, qüvvətdir. 2 üstü 3'ü istəyir məndən. Bu da eləyir 8. Demək, bu xananı da tapdıq ki, 8. İndi deyir ki, hansı xanalar diapazonu əsasında qurulubdur? Diaqram da 1-2 saat əqrəb istiqamətində qurulur. Yəni, buradakı ardıcılıq, məsələn, bu ardıcılıq, naviqdən sütun üzrə baxsaq belə bu formada. İndi gəlin bunu tətbiq edək. Elə yazılmış variantdan gedək ki, düzdür, yoxsa səhvdir. AA8-dən AC8-ə deyir. AA8-dən gəlirəm AC8-ə. Baxın, bu hissəni nəzərdə tutub bizdə. Bu da bizdə demək hansı qiymətlərdir? 18-dir birinci xanamız, sonra 20-dir, sonra bir də tapdıq 12. İndi bunları faiz nisbətinə vermək lazımdır. Bunların cəmi eləyir məndə 50. Bunları toplasam, dedik 50-dir. 50 məndə 100%-dir. Bəs yaxşı, onda 18 bunun neçə faizidir? 18-ə də x. Bunlar da getsə, burada 50 ilə 100 gedəcək. Burada mənə qalacaq 2. Yanlış yerə yazdım. Burada məndə qalmış oldu 2. 2-ni də 18-ə vuranda alacam burada 36%. Demək ki, birinci hissəm düzgündür. Yəni, bura düz gəlir. 36% yazılıb. Keçirəm ikinciyə. 20-ni yoxlayıram. Yenə eyni qaydada. 50 məndə 100%-dir. Bəs yaxşı. Onda 20 bunun neçə faizidir? 20 də bunun düşür x-i. 50 ilə də 100 getdi. Yenə qaldı burada 2. 2 ilə də 20 mənə verəcək 40%. Həqiqətən də baxıram ki, burada 40%-dir. Demək ki, cavab həqiqətən də elə Y variantına uyğun gəlir. Digərini də yoxlasaz burada 12-dir. 12 vur ki, yenə 24% eləmiş olacaq. Sonra gəldik 37-dən. Alqoritm xassələrinə aiddir. Çox asan sualdır alqoritmdən düşən sualımız. Baxın, alqoritm dedik 4 dənə xassəsi var. Müəyyənlik, sonra deyirdik kütləvilik, nəticəvilik, bir də diskretlik. Müəyyənliyin digər adı da determinikliyidir. Burada müəyyənlik yazıblar. Düzgündür. 38-də deyir ki, kitab.doc faylı deyir, informatika nəzəriyyə qovluğunda yerləşibdir. İnformatika qovluğunda praktika alt qovluğu yaradılıbdır. Yəni, gəlib nəzəriyyədə deyil artıq. Nəzəriyyədən çıxdı. Keçdi informatikaya. İnformatikanın içində bir dənə qovluq yaradır burada. Praktika qoyur bunun adını. Və faylı da deyir, yeni yaradılmış alt qovluğa daşıyır. Yəni, praktikanın içərisinə atır. Artıq mən burada nəzəriyyəni görmürəm. Faylın da tam adı necə olacaq bunu soruşur. Düşünürəm, aşağı baxıram ki, C diski, informatika, praktika, kitab, doc bunu axtarmalıyım. Bu da B variantındadır, baxın. Digərləri düzgün gəlmir bizdə cavabı. Nəzəriyyə olmamalıdır, amma nəzəriyyə olanları burada götürmüşük maalesef ki. Sonra 39-da körpü, bridge-in nə olduğunu soruşur. Bridge-də deyirdik ki, protokollarımız eyni idi, amma topologiyalarımız müxtəlif idi. Yəni, dillər eyni olmalı idi, quruluşlar müxtəlif ola bilərdi. C variantı düzgün yazılıb. Sonra 40-da deyir ki, doğru fayl adları. Birincdə baxıram ki, Windows 11-dən söhbət gedir həm də. Burada demək, adında deyildi 255 dənə simvol olar, amma bəzi işarələr vardır ki, bunlara olmazdı. Hansı idi onlar? Sual idi, sonra ulduz idi, sonra cüt dırnaq idi, sonra deyirdik ki, qoşan nöqtə, düz xət, droplarımız, bir də
böyük, kiçik işarələr. Bunlara icazə yox idi. Bir də sözlər vardı, amma sözlər indi burada istifadə olunubdur deyə ona vaxt itirməyək. Burada demək, magistrda baxıram ki, heç bir işarə yoxdur. Bu cüt dırnaqdır, ikisi birində olan dırnaq. Ona görə biri götürə bilirəm. Magistrda böyükçü işarəsini istifadə edib, bu olmaz. Magistr və ulduz istifadə edibdir, 3-də olmaz. Burada bu işarə 4-dəki işarəyə problem yoxdur. 5-də yuxarı qüvvət işarəsi, buna da problem yoxdur. 6-da düz xətt istifadə edib, olmaz. 7-də də baxaq görə nə var burada. Məsələn, hamısı olar. Bu nöqtə vergüldür, qoşa nöqtə deyil. Bu hissədəkilər, bunlar qoşa nöqtədir. Bunlara icazə yoxdur. Demək, oldu. Bunda cavabı 1, 4, 5, 7. Bu da düz yazılıb. İndi keçək sonuncu vərəqimizdə. Sonuncu vərəqimiz açıq suallardır. Bu da qəşəng maraqlı sual idi. 41-ci sual. 2 dəfə belə bir sual düşür burada. Deyir ki, kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Bunun hər 3 səhifəsindən birində yalnız deyir ki, bu qədər ölçülü təsvirimiz rənglərlə olan şəkildir. Qalan səhifələrdə də deyir ki, mətn yerləşdiriblər. Biz də bilirdik ki, mətnə ayrıca baxmaq lazım idi. Şəkilə isə ayrıca baxırıq burada. Bizim səhifələrimizin sayı nə qədərdir? 192. Amma hər 3 səhifədən bir deyir şəkil var. Onun görə 192-ni gəlin bölək 3-ə. Tapaq görə bu şəkillər neçə dənədir? 192-ni 3-ə böldüm. 19-un içində 3, 6 dəfə 18 və 12-nin də içində 3, 4 dəfə. Demək, məndə 64 dənə burada təsvir var. 64 dənə şəkil var. Onda şəkil həcmini tapa bilərəm də. 64 2 üstü 6-dır. 2 üstü 6-nı vuracam nəyə? Piksellərin sayına. Piksellərin sayı məndə 512-nin, yəni 2 üstü 9. Vurdum bunu 2 üstü 8-ə. Sonra bir də rəng dərinliyi deyir. Baxın, rəng dərinliyi 16 bit ilə 16-nın özünü istifadə edirik burada. Vurduq 2 üstü 4-ə. Bir də cavabı sonda megabaytla istəyir deyə bitdən megabayta 2 üstü 23-ə bölürük bunu. Bu da eləyir bizdə demək 6 ilə 4 2 üstü 10. Bunlar 2 üstü 17, 2 üstü 27. 2 üstü 27-ni də 2 üstü 23-ə bölsək, bu da eləyir 2 üstü 4. 2 üstü 4-ümüzdə elədi 16. İndi keçək mətnin həcminə. Mətnimiz də 192 səhifənin əgər 64-ü məndə şəkildirsə, yerdə neçə səhifəsi qalır? 64 çıxsam, bu da eləyəcək 128. İndi 128 səhifəndə mətn üçün yoxlayaq. 2 üstü 7, yəni 128 səhifə. Vurdum bunu, nə deyir mənə? 4096 simvol deyir. 2 üstü 12, 4096 2 üstü 12. Bir də Unicode-da da dediyinə görə bu da 2 üstü 1, yəni 2 baytla hesablayırıq. Burada da baytla hesabladığımıza görə baytdan megabayta keçəndə 2 üstü 20-yə bölürük. Bunlar da bizdə 2 üstü 20 edir bu üstləri toplayanda. Bu hissəmiz. Bunu da 2 üstü 20-yə bölsəm alacağım 1 megabayt. 16 megabayt burada, 1 megabayt da burada. Bunların da cəmi bizdə 16 üstə gəl 1 vermiş olur 17 megabayt. Cavab oldu 17. Keçdik 42-yə. Deyir ki, hansısa üç ölçülü qrafik proqramlara aid deyil. Baxıram burada Adobe Photoshop, bu rasterda da çıxıram. Darısı götürməliyəm də, yəni birincini. Sonra ZBrush çıxıram, bunu 3 ölçülüdür, Maya 3 ölçülüdür, Softimage 3 ölçülüdür. Adobe Illustrator vektordaydı, CorelDRAW vektordaydı. Buna görə oldu demək 1, 5 və 6. İnşallah heç kodlaşmaya buradakı 8-i yazmamışıq. Sonra keçdik buradan 43-də. O 8 hardan gəlib, bax. Belə yerdə əsəbləşir adam. 43-də A1-dən Y8-ə. A1-dən Y8-ə. Buna baxaq görək. Diapazonda neçə xana var deyir. A, B, C, D, Y. A-dan Y-yə kimi sütunlar yazılıbdır, düzdür. Sonra baxıram 8-dən çıxırdıq 1-i üstə gəlirdik 1-i. Bu məndə sütunların, sətirlərin sayı oldu 8, düz yazılıbdır. Sonda sütunun sayını sətrin sayına vurur. 5 bir 8 oldu 40. Bura düz tapılıbdır. Bura baxıram indi. F, C, H 3 dənə sütunumuz var. 9 çıx ki sətirlərdə plus 1 elədi 8. 3 dəfə də 8. Bunları da bir-birinə vuranda 24. Bu 40 ilə də 24-ü toplayır. Cəmi deyir axı, birlikdə deyir də. Ona görə alır 64.
Bu da düzgündür. Sonra 44 maraqlı sual idi. 44-də PowerPoint dərsində belə bir sual çox da gözləmirdik. Deydik, yəqin asan düşər. Sırf birbaşa setup slide show buradan salıbdır. Setup slide show'da hansı əmrləndir yerinə yetirilə bilər əməliyyatlar. Baxaq görək hansılar var o setup slide show'un içində. Setup slide show'da deyirdik ki, baxın, biz də gəlirdik slide show hissəsinə. Burada əmrimiz var idi elə setup lent qrupunda. Bunun içərisindən salıb sadəcə baxın. Gələk indi baxaq görək sualda. Deyir, slaydların gizlədilməsi. Slaydın gizlədilməsi orada deyil. Baxın, slayd gizlədilməsi burada setup lent qrupundadır. Amma setup slide show'un içində deyil. Ona görə hide slaydı götürə bilmərəm. Biriyə çıxdıq. Slaydlar arasında keçid vaxtının təyin olunması. Xeyr, əzizim, keçid vaxtının təyin olunması. Bu bizdə olacaq elə. Baxın, transition özündə idi. Bu hissədə duration. Sonra keçdik. Demək, 2-ni də götürmədik. Bir slayddan digərini avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadə. Bu hissə, bəli, orada mövcud idi. Baxın, bu hissədə using timings if present deyir. Əgər vaxt varsa, bunu vaxtla keçidlər tənzimlənsin. Ona görə demək 3-ü götürmək lazım idi. Sonra deyir, təqdimatın nümayiş tipinin seçilməsi. Bəli, nümayiş tipinin seçilməsi var burada. Baxın, show type yazıbdır. Hansı formada göstərilsin pəncərəyə görə. Sonra ardınca slaydların nitq müşahidə ilə nümayiş etdirmək, belə bir şeyimiz yox idi burada. Nümayiş olacaq slaydların intervalını göstərilməsi. Bu da, bəli, baxın, bu hissədə show slides-da, baxın, hardan hara, hansı slayddan neçədən neçə olmasını təyin edə birlikdə, yəni. Bunlar belə. Sonra keçdik 45-də. Oldu burada cavab 3, 4, 6. 45-də nə deyir? Bu da asan sual idi. Tablardan, demək, insertdə olanlar. Baxın, insertdə olanlar C-dir və Y-dir. Çünki, gəlin, baxaq görək, Word-də. Insertdə keçirəm. Demək, dedik, online video bu hissədə. Sonra bir də link hissəsi də, baxın, elə yanındadır. Demək, birdə oldu demək, C ilə Y. Sonra review-da isə, review tabında da baxıram ki, nə var burada? Read aloud var, baxın, bu hissədə. Demək, bura oldu D. Sonra view-da olanlar, bu page movement hissəsi view-dadır. Baxın, bu hissə. Səhifənin fırladılma istiqaməti. Bir də immersive reader-imiz var bu hissədə, baxın. Bu da yenə də, demək, A-da olacaq. View-da 1C-Y, 2D, 3AB. İnşallah ki, hər biriniz üçün aydın olmuşdur. Hər biriniz üçün ürək açan nəticələrlə yekunlaşmışdır imtahan. Bunun hələ ikinci cəhdi də var. Qədər özünüzü incitməyin. Nəticəsi son onlar üçün nəzərdə tuturam təbii ki. İnşallah digər şansda da daha yaxşı nəticələr əldə edərsiniz. Hər nə olmuş olursa olsun, inşallah ki, hər birimizin xeyrinə olmuş olar. Sağ olun, inşallah növbəti cəhdin izahında görüşmək ümidi ilə.